Bir ailə düşünün ki, həmin ailədə böyüyən qızlar Joanne Rowlingi Patriana dünyasındakı qəhrəmanları yaratmağa ilhamlandırıb. Yazıcı Evelyn Waugh bu qızların dost çevrəsində olub. Winston Churchill ilə qohumluq əlaqələri olub. Biri cibində Leninin şəklini gəzdirib, digəri isə Hitler ilə sevgili olub. İndi sizə məni bu ailə ilə tanış edən kitabdan Amerikalı yazıcı və hüquqşünas Mary Benedict'in Mitford qalmaqalı kitabından danışacağam. Bioqrafik roman 1930-cu illərdə Britaniyanın aristokrat ailəsi olan Mitford ailəsinin qalmaqallı həyatı və bədnamlığından, müxtəlif ideologiyaların bir ailəni parçalamasından bəhs edir. Kitab olduqca zəif və səthi yazılsa da, müəllifə məni bu fərqli ailə ilə tanış etdiyinə görə təşəkkür edirəm və keçirən bacılar haqqında əldə etdiyim məlumatlara. Müəllifin də qeyd etdiyi kimi, insan sevinə bilmirsə, ən azından əylənməyi bacarmalıdır, elə deyil. Elədir ki, var, çünki mən bir oxucu kimi sevinməsəm də, bir araşdırmacı kimi əylənməyi bacardım. Yaxşı, qızıl gənclik dövrünün nümayəndələri olan bu bacılar kim idi? Qızlar kasıb da olsa aristokrat ailədə böyüyürlər. Yeganə lüksları London ətrafındakı iqamətgahları olub. Atanın böyük borclarına və ailənin təvazökar həyat tərzinə baxmayaraq qızlara ev təhsili verilib. Onlar daimi rəqabət mühitində böyüyüblər. Hətta ailənin qarğa dili kimi öz dilləri olub. Böyük bacı Nancy Mitford yazıçı olub. Şəxsi həyatında ard-arda uğursuzluqlar yaşayıb. Nişanlısının orientasiyasına görə 5 illik münasibətini bitirməli olub. Hətta depressiyaya düşüb canına qıymaq istəyib. Ardınca adlı sanlı bir ailənin oğlu ilə evlənir. O da əyyaş və tənbəl çıxıb. Övlad sahibi olmaq istəsə də 3 hamiləliyi yarımçıq yekunlaşıb. İkinci Dünya müharibəsində General Charles de Gaulle'un ən yaxın silahdaşlarından biri, siyasətçi Gaston Palevski ilə eşq münasibəti yaşayıb. Palevski onunla münasibəti bitirmədən Hersoq nəslindən olan bir qadınla ailə həyatı qurub. Bununla da Nancy Mitford həyatının növbəti zərbəsini alıb. Jurnalist fəaliyyəti ilə yanaşı özündən sonra tənqidçilər tərəfindən yüksək qiymətləndirilən romanlar qoyub. Ən məşhurları yarı bioqrafik Məhəbbət axtarışında, Soyuq iqlimdə məhəbbət romanlarıdır və bu kitablar bir neçə dəfə ekranlaşdırılıb. Yeri gəlmişkən başqa kitablarında ailə üzvlərini ifşa etdiyi üçün onlarla bir müddət küsülü də olub. Elə yazıcı Mary Benedict də bu əsəri yazmağa Məhəbbət axtarışında kitabı ilhamlandırıb. Yeri gəlmişkən 1950-ci illərdə Nancy Mitford You və Non-You sosial tipləri haqqında qələmə aldığı esseləri ilə Avropada böyük səs-küy doğurub. Qeyd edim ki, You upper class, yüksək təbəqəni, Non-You isə aşağı təbəqəni göstərmək üçün istifadə edilən terminlərdir. Bu terminlər isə məhz Nancy tərəfindən populyarlaşıb. İkinci bacı Pamela Mitford ailənin ən sakit təbiətli üzvü olub. Fermada yaşayıb, bağ-bostanına baxıb, hətta buna görə kəndli Mitford təxəllüsü də alıb. At minməyi çox sevib, evliliyi boşanma ilə bitib. Boşandıqdan sonra İtaliyalı çapar Judith Tomasi ilə birlikdə yaşayıb, Avropanı avtomobili ilə solo səyahət edib və transatlantik sərnişin reysində səyahət edən ilk qadınlardan biri olub. Üçüncü bacı Diana Mitford həm gözəlliyi, həm əməlləri ilə ailəsinin İngiltərənin ən təhlükəli ailəsi adını almağa kömək olub. 19 yaşında pivə sənayesi imperiyasının varisi Brian Guinness ilə ailə həyatı qurmaqla Britaniya qəzetlərinin manşetinə düşməyi bacarıb. Bu həmin Guinnesslərdir ki, Kult Ülgüclü Papaqlılar serialının yaradıcı heyəti bu ailə haqqında Guinnesslərin Evi adlı serial çəkib. Britaniyanın iqtisadi böhranla əlləşdiyi bir vaxtda Cah-Cəlalın içində yaşayan iki oğul anası olan Diana şadlığına şıllaq atır. Britaniya faşist ittifaqının lideri Oswald Mosley ilə gizli eşq münasibətinə başlayır. Ehtirasdan başını o qədər itirir ki, ərini tərk edir, ideal həyatından vaz keçir, evli Mosley'nin sevgilisi olmağa razı olur. Onun rəhbərlik etdiyi ittifaq üçün dəfələrlə Almaniyaya gedib faşistlərdən maliyyə dəstəyi almağı bacarır. Hətta illər sonra nasizm ideologiyasının atası Joseph Goebbelsin Berlindəki evində Mosley ilə evlənir və bu gizli mərasimdə Hitler şəxsən özü iştirak edir. Bu sərhədsiz nasizm sevgisində genetikanın da böyük rolu ola bilər. Çünki qızların babası Algernon Freeman Mitford sonradan ali irq mövzusunda Hitlerə ilham olacaq kitaba nəzəriyyəçi Houston Chamberlain'in 19-cu əsrin əsasları kitabına ön söz yazıb. İkinci Dünya müharibəsi başlayandan sonra
sonra Diana və Mosley həbsə atılır. 3 ildən sonra sağlamlıq səbəbi ilə azad edilirlər və təbii ki, Fransaya köçməli olurlar. 4-cü bacı Unity Mitford Diana'dan nümunə götürüb nasist ideologiyasına qəlbini verir. Gənc yaşlarından otağının divarlarına Hitlerin portretlərini asan, svastikalı boyunbağı taxan, dostlarını nasist jesti ilə salamlayan Unity 19 yaşı tamam olan kimi ən böyük arzusunu reallaşdırmaq, Hitlerlə görüşmək üçün Almaniyaya yola düşür və istəyinə nail olur. Führerin ən yaxın çevrəsinə daxil olur. O qədər yaxın ki, bacısı ilə Hitleri hakimiyyətə gətirən Nürnberg qurultayında iştirak edir. Ardınca 1936-cı ildə Berlindəki Olimpiya oyunlarının açılış mərasiminin fəxri qonağı olur. Şəkilləri tez-tez yerli qəzetlərin manşetinə çıxan Unity-ni jurnalistlər nasistlərdən daha çox nasist adlandırırlar. Bir müddət sonra Führerin sevgilisi olan, hətta deyilənlərə görə ondan uşaq dünyaya gətirən Unity-ni faciəvi aqibət gözləyir. Hitler Polşaya hücum edib İngiltərəni bombalamağa başladıqdan sonra Hitlerin hədiyyə etdiyi silahla Münhen parkında intihar etməyə cəhd edir. Ancaq sağ qalır. Ömrünün qalanını əlil arabasında keçirən Unity 33 yaşında yarasının ağırlaşması səbəbilə vəfat edir. 5-ci bacı Jessica Mitford nasist bacılarının əksinə qatı kommunist olub. Gənc yaşlarından Marksın əsərlərini oxumağa başlayan Jessica'nın Unity ilə paylaşdığı otağın ona aid tərəfində Leninin portreti asılıbmış. Otaq kommunizm və nasizmin sərhədi kimi görünürmüş. Bir tərəfdə Hitlerin portreti, digər tərəfdə Leninin portreti. Bir tərəfdə svastika, digər tərəfdə oraqla çəkic. Vətəndaş müharibəsi vaxtı qohumu ilə İspaniyaya qaçan və faşistlərlə döyüşən Jessica sonradan aristokrat ailəsi ilə bütün əlaqələrini kəsib Amerikaya köçüb. Orada Kommunist Partiyasının üzvü və insan hüquqlarının müdafiəçisi olub. Bir neçə memuarın müəllifidir. Onun qələmindən çıxan Amerika Sayağı Ölüm Üsulu adlı klassik araşdırma essesində Amerikanın dəfn sənayesi satirik şəkildə tənqid edilir. Kennedy'nin ölümündən bir neçə ay öncə işıq üzü görən bu əsərdə dəfn mərasiminin kommersiyalaşdırılması, bahalı xidmətlərin təbliği müsbət qarşılanmır. Yeri gəlmişkən John Kennedy'nin qardaşı Robert Kennedy bu kitabın oxucularından olduğu üçün qardaşının dəbdəbəli dəfn mərasimindən imtina etmiş, mərasimin maksimum sadə təşkil olunmasını tələb etmişdi. Qeyd edim ki, bu kitab müğənni David Bowie'nin ən çox sevdiyi kitablardan biridir. Bundan başqa Harry Potter seriyasındakı Black bacıları, Bellatrix, Andromeda və Narcissanın prototipinin yaradılmasında yazıcı Joanne Rowling Mitford bacılarından ilhamlanıb, xüsusilə Jessica Mitford'u o qədər bəyənirmiş ki, qızının adını da onun şərəfinə Jessica qoyub. Və son beşik bacı Deborah Mitford padşahın kiçik oğlu kimi bəxti gətirənlərdəndir. O, evin qoca mehdəri ilə dostluq edir, atlara qulluq edir, atçılıqla məşğul olur, bazarda yumurta satmaq üçün toyuq saxlayır, siyasətlə maraqlanmamağın mental sağlamlığa nə qədər yaxşı təsir etdiyini öz həyat tərzi ilə sübut edən Deborah'nın da yolu bir şəkildə siyasətlə kəsişir. 20 yaşında at yarışlarının birində gələcək Amerika prezidenti John Kennedy və onun bacısı Kathleen Kennedy ilə tanış olur. Həmçinin həmin yarışda tanış olduğu Lord Andrew Cavendish sonradan onun həyat yoldaşı olur. Lord Cavendish Devonshire hersoqunun son beşiyi, həmçinin Devonshirlərin ata-baba mülkü olan Chatsworth House-un yeni sahibi idi. Bunu niyə xüsusi vurğulayıram? Çünki bu iqamətgah gələcəkdə incəsənət tarixində böyük rol oynayacaq. Deborah qalan ömrünü 2-ci Dünya müharibəsindən sonra əvvəlki dəbdəbəsini itirən bu iqamətgahın təmir bərpa işlərinə həsr edir və onu İngiltərənin ən gəlirli, uğurlu zadəgan evlərindən birinə əsl muzeyə çevirir. Hamıya yaxşı məlumdur ki, müharibədən sonra mülkədarlara belə böyük mülkləri, torpaq sahələrini saxlamaq baha başa gəldiyi üçün onlar həmin əraziləri parçalayaraq satırdılar. Ancaq Deborah ilə əri fərqli addım atır. 20-ci əsrin ortalarında Chatsworth House mədəni obyekt kimi ziyarətçilərə açıq elan edilir. Müəyyən ödəniş müqabilində ziyarətçilər həmin evi gəzə, orada sərgilənən və tarixi əhəmiyyət daşıyan incəsənət əsərlərinə və əşyalara tamaşa edə bilərdilər. Bəs yarım saatdır Chatsworth House-u məth etməyimin səbəbi nədir deyə soruşsanız, yeganə cavabım Jane Austen yaradıcılığını sevməyim olar. Belə ki, Hersoqun mərmər heykəllərlə bəzədilən qalereyası başda olmaqla bütün malikanəsi Austenin Qürur və Qərəz romanı əsasında 2005-ci ildə ekranlaşdırılan eyni adlı filmdə Mr. Darcy'nin həmin məşhur evi Pemberley kimi istifadə edilir. Elə film mövzusu açılmışkən bir məsələni də qeyd edim. Bu videodan sonra bu qalmaqallı ailə ilə tanış olmaq istəsəz, bu kitabı deyil, 6 seriyadan ibarət eksentrik bacılar kimi tərcümə etdiyim serialı tövsiyə
edərdim. Gözünüz, könlünüz də açılmış olar, yoxsa mənim kimi cansıxıcı bir üslubla əziyyət çəkəcəksiniz. Bu ekran işini tövsiyə etməyimin digər səbəbi isə ondan ibarətdir ki, serialın prodüseri Mosley nəslindəndir. Ən gözəl bacı olan Diana'nın sevgilisi Britaniya faşist birliyinin lideri Oswald Mosley'nin dop-doğmaca nəticəsidir. Belə yekunlaşdırsaq nə deyə bilərəm? 20-ci əsrin ən təhlükəli ideologiyalarına qoşulan, ən ehtiraslı münasibətlərini dadan və ən qalmaqallı həyatlarını yaşayan Mitford bacılarının aqibətləri tarixi faciələrin əslində gündəlik seçimlərdən, başda ziyansız görünən qərarlardan toxunduğunu göstərir. Roman bir daha xatırladır ki, eyni damın altında yaşayıb, eyni tərbiyəni görüb, fərqli ideallara və dəyərlərə inanmaq, hətta bəzən onlara səcdə etmək də olurmuş. Və bu fərqlilik bir ailənin sərhədlərini aşıb, bütöv bir cəmiyyətin, böyük bir ölkənin siyasi cəhətdən parçalanmasına gətirib çıxara bilər.